Allahu Ekber, Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bugün danışacağım mövzu qəlb haqqındadır. Quran-ı Kərim qəlbdən danışarkən iki cür qəlbə toxunur və bir qəlb hamımıza bəlli olduğu kimi o qəlbdən məqsəd bizim ürəyimiz, o ürək qanın mərkəzidir. Amma digər qəlbə toxunarkən Allah Quran-ı Kərimdə mənəvi qəlbdən söhbət açır. Allah sanki başa salmaq istəyir ki, yalnız bu ürəyin diri olması kifayət eləmir. Diri olmaq üçün mənəvi qəlbində diriliyi ümdə şərtlərdən biridir və birinci şərtdir. Və Allah o qəlbdən danışarkən, o qəlbdən söhbət açarkən bizlərə başa salır ki, o qəlb məhəbbət və nifrətin mərkəzidir. O qəlb iman və küfrün mərkəzidir. Necə bu vücudumuz oksigensiz yaşaya bilməz, həmən qəlbin də oksigeni, həmən qəlbin həyatı Allahı xatırlamaqdır, Allahla olmaqdır. İnsan Allahdan uzaq düşdükdə həmən mənəvi qəlb ölür. Elə ona görə də Əleyhissalam bir yerdə buyurur ki, bəzi insanlar dirikən ölüdülər, yeriyirlər amma ölüdülər. Bəzi insanlar isə elə qəlbləri, mənəvi qəlbləri diridir. Onlar o mənəvi dirilikdən nəsə əldə ediblər və o mənəvi diriliklə yaşayırlar. Və bilirsiniz ki, insanın qəlbi Allahla insan arasında olan rabitə bir mənbəyidir. Məsələn, biz dua eləyərkən və yaxud belə söyləyeyim misalla ki, bir nəfərlə danışmaq istədikdə, söhbət etmək istədikdə bir yer təyin edirik və həmən yerdə, həmən şəxslə söhbət edirik. Allahla söhbət etmək istədikdə bir yer təyin olunmalıdır. Həmən yer insanın qəlbidir. Allah buyurur, qəlb mənim evimdir. Yəni, mən səndən söhbət etmək istədikdə, mənim sənin qəlbinlə ünsiyyət qururam. Allahla bəndə arasında olan tel həmən qəlbdir. Həmən tel qırıldıqda artıq Allah ilə bəndə arasında olan ünsiyyət qırılır və aradan gedir. Ona görə də insan mənəvi qəlbini qorumalıdır. İnsan çox diqqətli olmalıdır. Və insanın zikri belə, zikr etməsi belə qəlbindən nəşət taparsa, qəlbindən qaynaqlanarsa, həmən zikirdən insan ləzzət duyur. Bəzi vaxtlar zikir, dilimizə gələn zikir beynimizdən süzülür. Yalnız söz kimi olur. Yalnız söz insana ləzzət bəxş eləmir. Amma o sözlər, həmən kəlmələr və həmən zikirlər qəlbimizdən qaynaqlandıqda artıq insan həmən zikirdən ləzzət duyur və həmən zikirdən yorulmur. Və həmən zikir onun həyatına maraq qatır və insan həyatdan həzz alır. Elə buna görə də görürsünüz, zikir eləyənlər elə Qur'anın buyurduğuna əsasən bir neçə qrupdur. Məsələn, bir qrup insanlar var, görürsünüz, zikir eləyirlər. Amma o zikirdən nə ləzzət duyurlar, nə zikir onlara acıdır, nə ləzzətlidir. Eyni ilə bənzəyir, elə bir aşpaz gözəl bir yeməyi pişirir və yeməyi təqdim edir və gözləntisi budur ki, yeməyi yeyən, yeməyi yeyib qurtardıqdan sonra desin, nə gözəl yeməkdir, amma görür, heç bir cavab gəlmir. Həmən şəxsdən soruşur, yemək xoşuna gəldi, yoxsa yox, deyir, adı. O qədər də yəni mənə ləzzətli olmadı. Yəni bəzi insanlar üçün zikir də belədir, nə ləzzətlidir, nə acıdır, adi bir şey. Subhanallah, subhanallah, subhanallah məsələn deyir. Həmən subhanallah onun həyatında o qədər şirinliyi qatmır və bəzi vaxtlar hətta yorulur da o zikir etməkdən. Bir qrup insanlar belədir, yəni zikirdən bir ləzzət duymurlar. Çünki zikir yalnız və yalnız onların beyinlərindən dilinlərinə süzülür. Yəni ilk növbədə beyindən süzüldüyünə görə həmən zikir o qədər də şirin olmur. Amma bunu unutmayaq ki, biz dilimizlə etdiyimiz zikirlər qəlbimizə təlqin edir. Bir növ Allah Allah deməklə qəlbimizə təlqin edirik. Həmən zikirlərin də faydası var və biz o zikirlərə faydasız kimi də baxmayaq. İkinci qrup insanlar bu birinci qrupdan daha tənəzzül etmiş insanlardır. Onlar zikirdən acıqları gələn insanlardır. Bəzi insanların Allah kəlməsindən xoşu gəlmir, Allah sözündən acığı gəlir. Və bu insanların atın araşdırdıqda məsələn kökünü görürsən ki, çünki insan günaha alid olduqda, günahın içinə bulaşdıqda, Allah kəlməsini eşitdikdə artıq onda bir diskomfort yaranır. İnsan sıxılır, Allah kəlməsi onu sıxır. Çünki o Allahı eşitdikdə sanki narahat olur. Çünki günaha bulaşıb, günahın çirkabındadır. Belə bir insanların günahdan
Allah kəlməsindən acığı gəlir, zikirdən xoşları gəlir. Hətta qiyamətdən danışdıqda görürsən bəzi insanlar mövzunu dəyişmək istəyir. Sən Allah danışma mövzunu, başqa söhbət elə. Ölümdən danışdıqda xüsusilə görürsən insanlar ölümdən xoşu gəlmir, ölümdən söhbət açılmasını istəmir. Çünki başa düşüblər ölüm Allaha qovuşmaqdır, Allahın huzurunda dayanmaqdır. Allahın huzurunda dayanmaq bunlara xoş olmadığına görə ölüm mövzusu bunlara acı gəlir. Quran-ı Kərimdən buna sitat olaraq belə bir ayə deyirəmsə, Allah Quran-ı Kərimdə buyurur və izə zukirallah vahdah işməəzzət. Bəzi insanlar var, Allahın kəlməsini eşitdikdə, Allah xatırlandıqda sıxılırlar, narahat olurlar, qəlblərində nifrət yaranır həmən kəlməyə qarşı. Bu da ikinci qrup insanlardır. Üçüncü qrup insanlar Allahı xatırlayırlar. Amma o Allahı xatırlamaq ləzzətdən deyil, məcburiyyətdəndir. Çətinliyə düşüblər, başqa bir yol görmürlər. Xilas yolunu yalnız Allahda görürlər. Və Allahdan da başqa kimə əl atsalar, kimə əllərini uzatsalar görürlər ki, əlləri geri boş qayıdacaq. Və məcburiyyətdən Allah Allah deyirlər. Bəzi insanlara da baxsız belədir. Çətinliyə düşüb deyənə Allah deyir. Eybi yoxdur, yəni bu da pis deyil. Çətinliyə düşəndə Allah deyək. Amma çətinlikdən qurtulduqda o çətin anlarımızı unutmayaq və başa düşək ki, həmin çətin anlar öndə də bizi gözləyir. Çünki bu dünya xəmiri çətinliklə yoğrulub. Əgər bu gün mən çətinlik səddini keçmişəmsə, bundan sonra da məni bir çətinlik gözləyir və bu çətinliklər bitmir və tükənmir. Və Quran-ı Kərimdən də buna ayə desəm sizə, Allah Teala Quran-ı Kərimdə buyurur: "Və izə rakibu fil fulki da'avullaha muhlisina lehu'd-din." Amma fələmmə nəccahum iləl birr izahum yüşrikun. Mənim bəzi bəndələrim var. Onlar gəmiyə mindikdə, bir təlatüm hiss etdikdə, çətinlik gördükdə o anda Allah'a çağırırlar. Muhlisinə lehu'd-din. Və ixlaslı şəkildə Allah'a çağırırlar. Və Allah Allah deyirlər. Amma elə ki o çətinlikdən qurtulurlar, həmənki vəziyyətə qayıdırlar. Bax bu pisdir. Amma əvvəli eybi yoxdur, yaxşıdır. İnsan elə çətin anlarda Allah'a çağırar. Görürsünüz, bir qrup insanlar da Allah'ı xatırlayırlar çətin anlarda. Yəni o Allah'ı xatırlamaq içində eşq yoxdur, içində ləzzət yoxdur, həzz almırlar. Dördüncü qrup insanlar kamil insanlardır. Bu insanlar zikirdən həzz alırlar, bu insanlar zikirdən ləzzət duyurlar. Amma mən bu zikirdən danışdığım üçün bir kəlmə də söyleyeyim sizə. Zikir yalnız siz yaxşı bilirsiniz ki, yalnız Allahu Ekber deməkdən ibarət deyil, yalnız Subhanallah deməkdən ibarət deyil. Zikir insanın əgər bir iş görürsə, bir xidmət edirsə, bir işdə işləyirsə, o işdən pul qazanıb ailəsinə pul gətirirsə və bu işin kökündə Allah deyənimsə, Allah xatır bu addım atırsa, bu da bir zikirdir. Bir nəfərə salam verirəmsə, ona xidmət edirəmsə, Allah xatır, bu da bir zikirdir. Yəni zikri yalnız sözlə, ləfzlə xülasələşdirmək yanlış bir fikirdir. Bəli, bəzi insanlar zikirdən ləzzət alır və zikr onlar üçün çox şirindir və zikirdən doymurlar da. Baxsız bəzi insanların həyatına, məsələn, Peyğəmbərimizdən görürsünüz, Peyğəmbərimiz namaz vaxtı Bilala deyirdi: "Ərihna ya Bilal, Bilal qalx ayağa, azan ver, mən rahatlaşım." Çünki azanda olan o Allah kəlməsi, o zikirlər mənə mənəvi aramlıq bəxş edir, rahatlıq bəxş edir. Elə buna görə də bir Meyrac hədisi var. Meyrac hədisində belə qeyd olunur, buyurulur: "İzə tələzzəzə əhlul cənnə bit-təami və-şərab, tələzzəzə ulaikə bi-zikri və kəlami və hədisi." Bəzi insanlar cənnətdə cənnətin naz nemətindən istifadə eləyəcəklər və oradan ləzzət duyacaqlar. Bəzi insanlar var cənnətdə, onlar yalnız o təamdan, o içəcəklərindən ləzzət duymurlar. Yalnız ləzzət onu ilə xülasələşmir. Onlar başqa bir şeydən ləzzət duyurlar. O da budur, mənlə danışırlar, mənlə söhbət edirlər, Allah deyirlər və Allah deyəndə qəlbləri aram olur, rahatlaşır və o rahatçılıq onların bütün vücudunu bürüyür. Bəzi insanlar da Allah deməklə rahatlaşır. Elə bu dünyada ikən də belədir. Necə ki cənnətdə belədir, dünyada ikən də belədir. Elə din də bunun üçün gəlib. Dinin ayinləri hamısı insanın ruhuna ləzzət verən ayinlərdir. İnsana rahatlıq bəxş eləyən ayinlərdir. Çox təəssüf olsun ki, amma burada bəzi insanların
fikri bir başqa cürdür. Səhv başa düşüblər dini. Onlar dini sanki belə başa düşüblər ki, axirətdə xoşbəxt olmaq üçün din gəlir bizə axirətdə xoşbəxt eləsin. Və din gəlir bizə başa salır ki, bəzi insanlar belə başa düşür. Axirətdə xoşbəxt olmaq istəyirsən, dünyada bədbəxt olmalısan. Dünyada nə qədər bədbəxt olsan, o qədər axirətdə xoşbəxt olacaqsan. Din elə bunun üçün gəlib. Bəzi insanlar belə başa düşür. Xeyr və yanlışdır. Din gəlib insanları həm dünyada xoşbəxt eləsin, amma axirətdə xoşbəxt eləsin. Bu çox yanlış bir fikirdir. Çox təəssüf olsun ki, insanların bəzi belə başa düşür. Və bəzilərdə də belə bəzilərimiz görürsünüz, bəzi vaxtlar belə təbliğ etdiyimizə görə, yəni bir növ nisyə ləzzətdən söhbət açdığımıza görə, nisyə rahatçılıqdan söhbət açdığımıza görə, nisyədən məqsəd yəni cənnətdə rahatçılıq var, cənnətdə ləzzət var, dünyada yoxdur və belə başa düşdüklərinə görə və belə də təbliğ etdiklərinə görə insanların bir qismini dindən uzaq salıblar. Xeyr. Din hələ nəqd ləzzətdən, nəqd rahatçılıqdan söhbət açır və bizə başa salır ki, bu din gəlib bizlərə başa salsın ki, mən sizə rahatçılıq bəxş eləməyə gəlmişəm və elə bir rahatçılıq ki, bunun sonluğu daha rahat olacaq. Elə bir ləzzət ki, bunun sonu daha ləzzətli olacaq. Yəni düzdür, bu dünyada olan rahatçılıqla axirətdə olan rahatçılıq fərqlidir. Axirətdə olan rahatçılıq daha şiddətlidir, daha gözəldir. Bu dünyada da amma rahatçılıq var. Din gəlir onu təmin edir. Amma bəzi insanların fikri dinlə bağlı sanki dinin ayinlərinə acı dərman kimi baxırlar. Necə? Yəni acı dərman görürsünüz, insan acı dərmanı içmək istəmir, amma biraz sonrasını fikirləşir, acılığına dözür və sonra içir ki, rahatlaşsın. Acı dərmanı ona görə qəbul edir ki, sağalsın və həyatdan ləzzət alsın. Bir növ acı dərman əvvəli acıdır, sonrası deyir rahatçılıqdır. Bəzi insanlar dini ayinlərinə bu cürə baxırlar. İndi acıdır, eyb yox, dözək, namaz qılaq, oruç tutaq, o acılığa qatlaşaq ki, gedək xoşbəxt olaq. Xeyr. Dinin ayinləri sanki susuz insana su verirsən. Susuz insan suyu istəyir, necə su içəndə rahatlaşır. Elə dinin ayinləri də bu şəkildədir. Sadəcə olaraq bəzi insanların zövqü korlanıb. Necə görürsünüz, bəzi insanlar xəstələndikdə elə bir xəstəliklər olur ki, yoxsa şirini də acı duyur, acını da acı bilir. Nə şirinlikdən ləzzət duyur, nə acılıq. Yəni şirinliklə acılıq qarışıb sanki bir-birinə. Çünki ağzının dadını itirib, xəstələnib deyənə hiss eləmir şirinlikdən bir şey. Bəzi insanların ruhu da elə bil xəstələnib. Onlar ona görə də şirinliyi duya bilmirlər. Ona görə dinin ayinlərindən həzz ala bilmirlər. Amma din gəlir insanlara ləzzət bəxş eləsin. Özü dinin bəxş elədiyi ləzzət bir də mənəvi ləzzətdir və bu mənəvi ləzzət maddi ləzzətdən daha üstündür. Din gəlib bizə dünyadan ləzzət al. Maddi ləzzətləri də icazə verib bizə. Əlbəttə müəyyən bir çərçivə altında. Amma dinin ümdə verdiyi bizə nemətlərdən biri də mənəvi bir ləzzətdir. İnsan maddi ləzzətlərdən adətən yorulur, amma mənəvi ləzzətlər insanı yormur. Görürsünüz, maddi ləzzət hətta insanın xoşladığı bir yemək olsa, davamlı olsa, insan yorulur, insan bezir. İnsan ümumiyyətlə yeknəsək həyatdan, monoton həyatdan ləzzət ala bilmir. Nə qədər gözəl olsa da belə. Görürsünüz, bir insanın bir maşını var, komfort var maşında, amma bir müddət sürür, o maşını dəyişmək istəyir. Görürsünüz, məsələn, insanlar yeni yeməklər hazırlayırlar. Yeməklərin çeşidli olması səbəblərindən də elə biri budur ki, insan bezir. Yahud məsələn, bunu müəyyən həyatımızda da görə bilərik. Bəzi kişilər evə gedir, görür, məsələn, qadın evdə olan, məsələn, əşyaların yerini dəyişir, televizorun yerini dəyişir, divandan dəyişir, stol-stulun yerini dəyişir və kişi baxır, məsələn, bəzi vaxtlar deyir, niyə dəyişirsən bunu? Axı, bunu elə özün demişdin əvvəlcədən belə qoyaq, amma unutmayaq ki, kişi evdə az olur, qadın çox olduğuna görə o yeknəsək həyat, bir növ eyni təkrar olan həyat insanı yorur. O eyni o şəkildə gördükcə o halı, evin halını o cürünə görür, sanki yorulur, dəyişməklə sanki rahatlaşır. Amma mənəvi ləzzətlər belə deyil. Çünki mənəvi ləzzətlər hər anı bir an özündən öncəki andan daha başqa bir andır, daha başqa bir ləzzətdir. Bugün sübh namazından ləzzət alan bir şəxs sabah sübh namazından aldığı ləzzətlə biraz fərqli bir ləzzətdir, daha kamil bir ləzzətdir. İnsan o ləzzətləri duyduqca insan o ləzzətdən yorulmur. Elə cənnət də bu cürədir. Bəzi insanlar deyir, cənnətdə əbədi qalacaq, yorulacaq. Xeyr,
Cənnətdə sən yorulmayacaqsan. Ona görə ki, cənnətdə hər anki ləzzət bir an öncəki ləzzətdən daha fərqli bir ləzzətdir. Elə buna görə də Qurani-Kərimdə Allah Taala ayədə buyurur: "Və qalu elhamdülillahi'llazi azhaba annal hazan." Cənnətə daxil olan insan cənnətə qədəm qoyan kimi Allaha üzün tutacaq, deyəcək şükür olsun Allaha, o Allaha ki, hüznü köklü şəkildə qəlbimizdən çıxartdı. Cənnətdə qəm yoxdur, cənnətdə yorulmaq yoxdur, cənnətdə insan yorulmur, cənnətdə insan ləzzət alır. Və mənəvi ləzzətin ümumiyyətlə xüsusiyyəti belədir. Mənəvi ləzzətdən insan bu cünə ləzzət duyur və həyatı şirin olur. Amma birdən sual çıxa bilər sizə ki, yaxşı, əgər belədirsə, dini ayinləri bizə ləzzət verirsə, niyə Allah dini ayinlərin müqabilində mükafatlar deyil? Məsələn, deyir, namaz qıl, filan mükafatı verəcəm, oruç tut, filan mükafatı verəcəm, insanlara xidmət elə, sənə filan mükafatı verəcəm. Bəs niyə mükafat verir? Bir şey ki, özü ləzzətlidirsə, onun müqabilində niyə mənə mükafat verir? Cavab verirəm, Allah çünki mehribandır, Allah rəhimlidir, Allah o qədər lütfü genişdir, o qədər mərhəmətlidir ki, sanki verdiyi o mükafatla da kifayətlənmək istəmir. Ondan daha yaxşısını vermək istəyir, daha gözəlini vermək istəyir. Misal çəksəm daha yaxşı olar. Görürsünüz, ana övladına, 3 yaşlı uşağına yemək verir. O yemək yemək istəmir. Ana israr eləyir, amma uşaq yenə yemək istəmir. Yemək amma çox ləzzətlidir, yenə yemək istəmir. Axırda ana deyir, bala, bu yeməyi ye, bunun müqabilində sənə hədiyyə alacaq. Uşaq yeməyə başlayır. Həmən ləzzətli yeməyi də yeyir, amma ana o yeməyin müqabilində ona mükafat da verir. Sanki biz Allahın ərköyün bəndələriyik. Sanki. Allah bizə deyir, o qidalar ki var, namaz, oruc və s. Bunlar hamısı ruhumuzun qidasıdır, ləzzətlidir. O qidanı qəbul edin. Və Allaha sanki insanlar bir növ naz eləyir, Allah cavab verir ki, yaxşı, onu qəbul edin, onu götürün, onu yiyin, onun müqabilində sizə cənnətə də neymətlər verəcəm. Cənnətdə bundan yaxşılarını verəcəm və siz cənnətdə heç yorulmayacaqsınız. Bəli, insanın, görürsünüz, qəlbi, söhbət qəlbdən idi. Qəlbi müxtəlif olduğuna görə müxtəlif insanlar zikirlərdən də hərə bir cür bəhrə əldə edir. Birinin acığı gəlir, birinin xoşu gəlir, birinin ləzzət duyur, birini məcbur edir. Və bu qəlbdən müğayət olmaq lazımdır. Bu mənəvi qəlb bəzi vaxtlar xəstələnir. Qurani Kərimin məntiqinə əsasən Allah buyurur: "Fi qulubihim məraz." Bəzi insanların qəlbi xəstədir. Necə insan bu dünyada xəstələndikdə görsən, həyat sanki onun gözünün qabağında həyatın işığı sönür. Sanki həyatdan həzz ala bilmir. Ləzzətli yemək də qoyursan, o ləzzətli yeməkdən də ləzzət duya bilmir. Mənzərəli bir yerə gedir, o mənzərəli bir yer onun könlünü açmır. Ailəsinin yanındadır, yenə ailəsinin yanında narahatdır, sıxılır. Əzizləri ilə də yenə də o şəkildə insanın qəlbi xəstələndikdə, mənəvi qəlb xəstələndikdə insan ibadətdən xoşu gəlmir. İnsan Allahla ünsiyyət qurmaqdan xoşu gəlmir. İnsan insanlara xidmət etməkdən xoşu gəlmir və xəstə qəlbin nişanələri var. Qurani-Kərim bunlara toxunub. Yəni bir insanın qəlbi xəstələnirsə, onun nişanələri var. Həmən nişanələri görməklə qəlbimizin xəstə olmağını anlaya bilərik. Məsələn, o nişanələrindən biri budur. Allah Quranda buyurur, insan haqq onun xeyrinə olduqda qəbul edir, haqq onun ziyanına olduqda qəbul etmir. Belə insanların qəlbi xəstədir. Quran buyurur, Nur surəsi 48-ci ayədə buyurur, bəzi insanlar mühakimə olunduqda, əgər mühakimə onların ziyanlarını olduqlarını görsələr, həmən mühakimə onların ziyanlı olduğunu gördükdə çox sıxılırlar və narahat olurlar və qəbul etmək istəmirlər haqqı. Və in yakun lahumul haqq ya'tu ilayhi muz'inin. Görsələr haqq onların əleyhinədir, leyhinə deyil. Daha orada haqdan xoşları gəlmir. Əksinə, haqq xeyirlərini olduqda haqdan xoşları gəlir. Görürsünüz, bəzi insanlar var, bir hədis deyirsən, hədis onlara sərf eləyir deyənə hədisdən xoşu gəlir, hətta səndən xoşu gəlir. Amma hədis onlara sərf etmir deyənə görürsən xoşları gəlmir. Düz söz bəzi insanların gözünə acığına gəlir, düz söz olmağı ilə yanaşı. Xoşuna gəlmir. Niyə? Çünki onun leyhinə deyil, əleyhinədir. Baxın, bəzi insanlar var, görürsünüz, onlara bir hədis deyirsən ki, əgər borc almısansa kimdənsə, borcu səhlənkarlıq etmə.
borcu yiyəsinə qaytar. Sən borcun ola gedib qonaqlıq vermə. Dostlarını başına yığıb insanlara qonaqlıq vermə. Gəlib o borc yiyəsini çətin borc alan şəxs getsin həmən şəxsə borcunu qaytarsın və yaxud artıq məsələn çox xərclər etməsin evinə, ailəsinə. O borc yiyəsini çətin vəziyyətdə qoymasın. Bu sözü dedikdə görsən bəzi insanlar var, xoşları gəlmir belə haqq sözlərdən. Niyə? Acıqlarına gəlir, çünki onların əleyhinədir. Amma leyhinə olduğuna görsən xoşu gəlir. Üzündə bir təbəssüm yaranır. Sanki belə desəm daha yaxşı olur. Haqq bəzi insanın zövqünü oxşayır deyənə haqqı qəbul edir. Əks təqdirdə haqqı qəbul etmək istəmir. Belə bir insanlar Quran-ı Kərimin məntiqinə əsasən qəlbləri xəstə olan insanlardır. Əslində belə olmamalıdır. Haqq bizim leyhimizə də olsa, əleyhimizə də olsa. Əlbəttə, insanın əleyhinə haqq olmur. Yəni, məcazi mənada deyirəm. Haqq bizim hər cəhətdən, harada haqqı gördüksə orada qəbul etməliyik və ona uyğun yaşamalıyıq və onu uyğun da hərəkət etməliyik. Bu birinci nişanədir. İkinci nişanə. İkinci nişanə bundan ibarətdir ki, Quran-ı Kərimdə ayə var, buyurur, əgər qadın işvə və nazla danışarsa, qadın təhrik edici danışarsa, bəzi danışıqlar görürsünüz, təhrik edici olur. Qadın danışığına fikir verməlidir. O səsin temperına fikir verməlidir. Nə cür danışır, necə danışır. Qadın danışanda daha çox diqqətli olmalıdır. Çünki o danışıq, o səs və söz qarşı tərəfin qəlbinə təsirini göstərir. Bəli, kamil insanlara təsir göstərmir. Ruhən möhkəm olan insanlara təsir göstərmir. Amma orta səviyyədə olan insanlar görsən təsirlənirlər. O söz gecə-gündüzlərini işğal edir. O söz onları gecə-gündüz düşündürür və insan pis xəyallara dalır və pis xəyallarla yaşayır və o pis xəyallar sonunda onu pis günahlara dəvət edir və onun kökündə sanki görürsən təhrik edici kəlmələr dayanıb. Görürsən 10 saniyə təhrik edici bir söz, bir səs bir insanı bir günaha dəvət eləyir. Elə bir günah ki, insan o günahı etdikdən sonra peşman olur. Sonra da o günahı etdikdən sonra bir ömür peşman olur və narahat olur. Amma həmən günahın kökündə dayanan bir 10 saniyəlik təhrik edici səs və söz idi. Ona görə qadınlar daha çox diqqətli olmalıdır və bu Quran-ı Kərimin ayəsidir. Fəyətməullezî fî qalbihi məraz. Allah qadınlara buyurur, təhrik edici danışmayın. Çünki qəlbləri xəstə olan insanlar o sözlərdən təsirlənirlər və təsirlənib günah eləyə bilərlər. Ona görə qadınlar daha çox diqqətli olmalıdırlar bu məsələdə. Üçüncü nişanəsi. Üçüncü nişanəsi nədir? Üçüncü nişanəsi hədislərdə qeyd olunur ki, xəstə qəlb adətən bu qəlbin yiyəsi günaha meyilli olur. Günah etmək istəyir. Əleyhissalam buyurur, Tab'ul alil yemilu iləl əbatil. Buyurur, xəstə qəlbin xüsusiyyəti budur. Xəstə qəlbin xüsusiyyəti, xəstə qəlbə sahib olan insanlar pis işlərə meyilli olarlar, günaha meyilli olarlar. Pis işləri etməkdən sanki həzz alırlar və hətta pis işi etmədikdə sıxılırlar, narahat olurlar. Niyə mən o pis işi etmədim? Çünki onların qəlbləri xəstələnib, o xəstə qəlbin nişanələrindəndir. Dördüncü nişanəsi də əqidə zəifliyidir, əqidə boşluğudur. Əqidədən məqsəd görürsünüz, qəlbi xəstə olan insanlar Allahın buyurduğu vədlərə bəzi vaxtlar şübhə ilə yanaşırlar. Allah məsələn deyir, dua ilə sənin duavı cavabsız qoymaram. Bəzi insanlar deyir, yox, mənə duadan keçib, duanı qoy kənara. İnanmırsan ki Allaha. Allah deyir, mən sənə kömək eləyərəm, amma o inanmaq istəmir. Allah deyir, sən istə, ya istədiyimi verəcəm, ya ondan yaxşısını verəcəm, sənin xəbərin yoxdur. Amma bu sözlərə sanki inanmaq istəmir. Əqidə boşluğu var. Əqidə boşluğu var. Necə ki, tarixən bir müharibə baş verib, Əhzab müharibəsi. Əhzab müharibəsində qarşı tərəf, düşmən tərəfi əl-ələ vermişdilər, bir yerə yığışmışdılar. Hücum etmişlər müsəlmanların üstünə. Müsəlmanlardan bir qismi qarşı tərəfin çox olduğunu gördükdə Allahın vədlərinə şübhə ilə yanaşdılar. Şübhə ilə yanaşdılar. Quran-ı Kərim buyurur, "Vəllezîne fî qulûbihim məraz." Bəzi insanların qəlbində xəstəlik var deyənə onlar belə dedilər: "Ma va'adanallah və rasuluh illə ğururən." Allah və peyğəmbəri bizi aldatdı ki, Allah demişdi, İslam qalib olacaq. Peyğəmbər bizə belə söyləmişdi. Biz məğlubiyyətin astanasındayıq. Şək şübhəyə düşdülər. Allah
onlardan danışarkən buyurur, onların qəlbləri xəstədir. Onların qəlbləri xəstədir. Və yaxud bəzi vaxtlar insan bu kəlməyə inanmır. Allah söz verib bizlərə ki, yaxşılıq et söz, yaxşılığın cavabı sizə qayıdacaq. Bugün mən sənə yaxşılıq eləyirəmsə, səndən gəlməsə belə, başqası o yaxşılığın cavabı mənə verməlidir. O bəzi insanlar görsən inanmır buna. Deyir, yox, mən yaxşılıq eləməyəcəm. Yaxşılıq boş şeydir. Yaxşılıq elədiyi gördük də. Nə qaldı ki mənə bu dünyada yaxşılıqdan? Yaxşılıq elədim, pislik cavabında gəldi. Amma unutmayaq ki, bizim etdiyimiz yaxşılıq Allah deyib cavabı gələcək. Amma deməyib ki, həmən insan sənə cavabını verəcək. Ola bilsin, həmən insan hətta sənə pislik etsin. Amma başqa bir insan, elə bir insan ki, sən ona heç yaxşılıq etməmisən, həmən insan qabağına çıxacaq, o insan səni tapacaq. Yaxşılıqlar itmir, yaxşılıqlar bir dönəmdən sonra qayıdır sənə. Dənizə bir dənə xüsusiyyəti var. Dənizə nəyisə atırsan, bir dönəmdən sonra görsən, dəniz özünə çəkdirsə də belə, amma külək istiqamətini dəyişəndən sonra dəniz çəkdiyini təzədən sahilə qaytarır. Bizim etdiyimiz yaxşı əməllər də belədir. Sanki dünya dəniz misalında. Etdiyimiz yaxşılıqlar və pisliklər həmən dənizə atdığımız misalındadır. Nəyi atmışıqsa, o dəniz sahilə bir dönəmdən sonra qaytaracaq. Nə etmişiksə, o bizə qayıtmalıdır. Görürsünüz, bəzi vaxtlar insanlar buna inanmaq istəmir. Bu xəstə qəlbin nişanəsidir. İnsanın qəlbi xəstələndikdə əqidəsində boşluq yaranır. Əqidəsində boşluq yaranır deyənə Allaha inanmaq istəmir, Allahın sözlərinə inanmaq istəmir və belə bir qəlbdən müğayət olmaq lazımdır. Belə bir qəlbin yiyəsi daha diqqətli olmalıdır və Allahdan yardım istəməlidir. Allaha üzünü tutmalıdır. Ya mən zikruhu şəfa. Ey o Allah ki, səni xatırlamaq şəfadır, xəstə qəlblərin şəfasıdır. Allahı xatırlamaqla o xəstə qəlblərimizə şəfa verməliyik. Allah bizə yar olsun inşallah.